Salam dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Gözlədiyimiz o möhtəşəm gün gəldi, çatdı. Çempionlar Liqasının play-off mərhələsinin oyunları. Qarabağ Newcastle-la, Qalatasaray isə Juventusla qarşı-qarşıya gələcək. Oyunlardan öncə nələr baş verir? Hər iki düşərgədən açıqlamalar var. Transfer və futbol xəbərləri də var əlavə olaraq. Bütün bunları sizin nəzərinizə çatdıracağıq. Sizlər isə sona qədər videonu izləyin, videonu bəyənin, zəhmətimizə dəyər vermək üçün. Şərhlər bölümündə mütləq öz fikirlərinizi yazın. Sizin fikirləriniz bizlər üçün çox önəmlidir, dəyərli dostlar. Oyunlar haqqında və hesab təxminlərinizə yaza bilərsiniz. Həmçinin kanalımıza abunə deyilsinizsə, abunə olub bildirişi açıq tutun ki, canlı yayınlarımızı çünki yalnız abunəçilərimiz izləyə bilirlər. Abunə olun və zınqrov işarəsini mütləq aktiv edin. Mən isə məlumatlara keçid alım. Dəyərli izləyicilər, məlumatlara keçməzdən öncə sizdən olduqca vacib bir xahişim var, bir neçə saniyəlik xahişdir. Əziz qardaşlar, dəyərli bacılar, bildiyiniz kimi Mirəy balamız üçün aylardır mübarizə aparırıq. Onu həyatda saxlamaq üçün əlimizdən gələni edirik. Nəyimiz var satmışıq, borclar götürmüşük, amma artıq borc da tapa bilmirik. Ona görə hər birinizdən dəstək olmağı rica edirəm. Ümid edirəm ki, bizi bu çətin günlərdə tək qoymayacaqsınız. Heç bir yaxşılıq əvəzsiz qalmaz. Etdiyiniz yaxşılıqlar inşallah min qatı ilə qarşınıza çıxar. Hər gün sancılar, ağrılar. Yəni bir ata üçün də olduqca ağırdır, dəyərli dostlar. Yəni bunu sözlə ifadə etmək mümkün deyil. Sadəcə dəstək olmağınızı rica edirəm. Ümid edirəm ki, tezliklə Mirəy balamızın sağalma xəbərini sizlərə çatdırarıq. Hər birinizdən Allah rızası üçün dəstək olmağı və kömək olmağı rica edirəm. Aşağıda gördüyünüz bank hesabına gücünüz çatan qədər, səxavətiniz yol verən qədər dəstək olun. İnşallah hər şey yaxşı olur. İnanıram ki, bu dar günümüzdə bizi tək qoymayacaqsınız, dəstəyinizi əsirgəməyəcəksiniz. İnşallah dəstək olarsınız. Mən isə məlumatlara keçid alım. Dəyərli izləyicilər, xəbər verdik bir qədər öncə. Newcastle komandası artıq Bakıdadır. Bu, İngiltərədən yola düşdükləri görüntülərdir. Artıq Newcastle komandasının təbii ki, baş məşqçisi Eddie Howe da açıqlama verib. Onu da sizin nəzərinizə çatdıracaq təbii ki. Ondan öncə Qurban Qurbanovun açıqlamasını sizin nəzərinizə çatdırmaq istəyirəm. Qurban Qurbanov bildirib ki, bəli, rəqib güclü rəqibdir. Oyuna hazırlaşmağa çox vaxtımız olmadı. Amma bununla belə düşünürəm ki, yaxşı nəticə qazana bilərik, dəyərli dostlar. O bildirib ki, oyuncularım çox istəklidir və bu da məni ümidləndirir. Rəqib komandanın baş məşqçisinin də açıqlamasını sizin nəzərinizə çatdıraq, dəyərli dostlar. Rəqib komandanın baş məşqçisi nə deyib? Deyib ki, sabah bəzi futbolçularımıza zədə səbəbindən yaralana bilməyəcəyik. Üstəlik kifayət qədər sıx oyun qrafikimiz var. Bütün bu amilləri nəzərə almışıq. Buna baxmayaraq komanda əhval-ruhiyyə yüksəkdir və hər məsələyə kollektiv şəkildə yanaşırıq. Qarabağın hansısa bir oyuncusunun xüsusi çətinlik yaradacağını demək istəməzdim, amma heyətdə texniki baxımdan güclü futbolçularımız var. Rəqibin baş məşqçisi Qurban Qurbanovun uzun illərdir komandada çalışması böyük hörmət doğurur. O kifayət qədər çətin turnirdə uğurlu nəticələr qazanır və rəhbərliyi altında komanda keyfiyyətli futbol sərgiləyir. Xüsusilə cinahlarda çox sürətli və bacarıqlı oyunculara malikdirlər ki, bu da onların oyununa əlavə dinamika qatır. Bax, bu da rəqib komandanın baş məşqçisidir. Qurban Qurbanov haqqında belə deyə biləriksə, xoş sözlər sərf edib. Dəyərli dostlar, Qurban Qurbanov həmçinin Kohalskinin sabahki oyunu buraxmayacağını bildirib. Yəni, deyib ki, çox güman ki, o oyunu buraxmayacaq. Mikrozədə təhlükəli deyil, amma sabahki müayinədən sonra tam dəqiqləşəcək və bu arada Kohalski bugünkü Qarabağın oyun öncəsi son məşqində də iştirak edib. İndi görüntülərdə görəcəksiniz. Bu, hansı ki, Qarabağ komandasının bugünkü məşqindən görüntülərdir. Gördüyünüz kimi, burada görəcəksiniz, Kohalski də məşqdə iştirak edib və sabahki oyunda iştirak edəcək. Heç bir narahatçılığa inşallah ki, ehtiyac yoxdur, dəyərli dostlar. Və komandamızın üzvü Kamilla Duran da
açıqlama verib. Onun açıqlamalarını da sizin nəzərinizə çatdıraq dəyərli dostlar. Kamilla Duran bildirib ki, bəli, rəqib güclüdür, intizamlı komandadır, amma hər bir komandanın zəif nöqtələri var. Biz rəqibin zəif nöqtələrindən istifadə etməliyik. Həmişə qol vurmağa hazıram deyib Kamilla Duran. İnşallah ki, Kamilla Durandan qollar gələcək bu oyunda. Dəyərli dostlar, qaldı ki, oyuna nə qədər bilet satılıb məsələsinə. Biletlər demək olar ki, satılıb qutarmaq üzrədir. 28.000 civarında bilet Qarabağ azarkeşlərinə satılıb. Hardasa 1800-də Newcastle azarkeşi meydanda olacaq, Newcastle dəstək olacaqlar. Ümumiyyətlə, Newcastle komandası üçün 1998 yer ayrılmışdı. Onun təqribən 1800-ü satılacaq. Həmçinin qeyd edim ki, Qarabağ və Newcastle azarkeşləri arasında bir bufer zona mı deyək, neytral zona saxlanılır. Və burada mənim üçün maraqlı olandır ki, niyə 1998 bilet? Sanki nəyəsə işarədir bu 1998. Newcastle azarkeşləri niyə 1998 yeri ayrılıb? Bu 1998-ci ildə hansı hadisə ilə bağlıdırsa bilmirəm. Belə bir fikir varsa, xəbəriniz varsa, siz də şərhlər bölümündə yaza bilərsiniz. Və Qarabağ komandasının və ötən dəfə tənqid etdiyim Tahir Gözəl açıqlama verib. Hansı ki, transfer siyasətinə görə tənqid etmişdim. Əksər izləyicilər başa düşdülər məndən demək istədim, amma tək-tək insanlar oldu, başa düşmədilər. Hətta bəziləri yazmış ki, Tahir Gözəli tənqid eləməyə heç kimin ixtiyarı yoxdur. Nə bilim, valla. Belə düşünənlər də olur. Tahir Gözəl nə deyir? Tahir Gözəl deyir ki, Avropada bir çox klubların büdcəsi bizdən çoxdur. 2000-dən çox klubun arasında 24-lükdəyik. Bu möcüzədir, hamımız quruluyuq. Qarabağ sıx qrafikdə oynayır. Futbolçular yorğun olsalar da motivasiya yüksək səviyyədədir. Sabahki oyunun vacibliyini bilirik. Rəqibin büdcəsi bizimkindən bir neçə dəfə çoxdur. Nəticənin necə olacağını deyə bilmərik. Bu mərhələyə möhtəşəm baş məşqçimiz Qurban Qurbanov, futbolçular prezidenti İlham Əliyev və xalqımızın dəstəyi sayəsində gəlmişik. Klub prezidenti Misli Premyer Liqasında çempion olmaq istədiklərini sözlərinə əlavə edib. 3 gündən bir oyun keçiririk. Sabah möhtəşəm heyət qrup güclü rəqibidir. Azərbaycan çempionatının səviyyəsi artır, amma bəzi stadionların durumunu görəndə üzülürük. Klub prezidenti kimi arzum olur ki, yaxşı infrastruktura malik ola və Qarabağ savaşan komandadır. Növbəti mövsüm UEFA Konferans Liqasına düşsək, orada sonradək getmək niyyətindəyik deyib Tahir Gözəl. Niyə Konferans Liqası? Başa düşə bilmədim. Çempionluq arzu edirsənsə, Azərbaycan çempionatında çempion olsan, Çempionlar Liqasında ən pis halda oradan Avropa Liqasının qruplarına qədər gedə bilərsən. Niyə Konferans Liqasını? Bilmirəm. Hər halda demək istəyib ki, ən pis halda ora düşsək belə, orada ən axıra qədər getməyə çalışacaq deyib Tahir Gözəl. Və dəyərli dostlar, Çempionlar Liqasında təbii ki, təkcə Qarabağ Newcastle oyundan ibarət deyil. Bugün bir sıra digər maçlar da başlayacaq. Mən istəyirəm ki, həmin oyunları aşağıdan da sizlərə təqdim edim. Buradan görürsünüz, bugün UEFA Çempionlar Liqasının playoff mərhələsində və sabah UEFA Çempionlar Liqasının playoff mərhələsində başlayacaq oyunlar aşağıdan sizlərə təqdim olunur. Mən də şifahi şəkildə sizlərin nəzərinizə çatdırım. Bugün Çempionlar Liqasında 21:45-də Galatasaray Juventus maçı başlayacaq. Bizim azarkeşlər üçün də maraqlıdır. Bu oyun haqqında danışacağım bir qədər. Sonra da canlı yayında olacaq Galatasaray Juventus maçı ilə bağlı. Dəyərli dostlar, gecə isə Borussia Dortmund, Atalanta, Benfica, Real Madrid, Monaco, PSG maçı başlayacaq. Ayın 18-də isə 21:45-də Qarabağ Newcastle, gecə saat 12-də isə Bodo Glimt, Inter, Brugge, Atletico və Olympiakos, Bayer Leverkusen maçları başlayacaq. Dəyərli dostlar, dediyim kimi olduqca maraqlı qarşılaşmalar bizi gözləyir. Bugünkü maçlar harada canlı yayımlanacaq? Galatasaray komandasının Juventusla qarşılaşması CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq. Həmçinin Borussia Dortmund Atalanta görüşü ilə gecə saat 12-də CBC Sportda canlı yayımlanacaq. İctimai televiziya isə gecə saat 12-də Benfica Real Madrid maçını canlı yayımlayacaq. TRT1 21:45-də Galatasaray Juventus maçını canlı yayımlayacaq. Biz də kanalımızda inşallah sizlər üçün canlı yayımda şərh edəcəyik. Kanalımıza abunə olub bildirişi açıq tutan şəxslər üçün. Bəli, dedik ki, Galatasaray Juventusla qarşılaşacaq. Bəli, artıq
bu iki rəqib bir-birini yaxşı tanıyır. 6 dəfə qarşılaşıblar. 2 dəfə Juventus, daha doğrusu 2 dəfə Galatasaray qalib gəlib, 1 dəfə Juventus qalib gəlib, 3 dəfə heç nə qeydə alınıb. Oyunların nəticələri və tarixləri haqqında ekranda görürsünüz. Fasilə verib tam məlumat ala bilərsiniz. Daha sonra videonu davamını izləyə bilərsiniz. Yəni gördüyünüz kimi ümumi görüntüdə Galatasaray komandası Juventusdan üstündür nəticələrə görə. Amma təbii ki Galatasaray çox çətin mübarizə gözləyir. Rəqibin 560 milyon dəyəri var. 336 milyon da Galatasarayın dəyəridir. Məncə başa-baş bir mübarizə görəcəyik bu qarşılaşmada. Amma yenə də Qarabağa baxanda Galatasarayın rəqibi daha rahat düşüb deyə bilərik. Galatasarayın futbolçusu Chris Kouakou Türkiyə 2-ci liqasına transfer oluna bilər. Aldığımız məlumata görə Türkiyə 2-ci liqasına adı çəkilməyən klub Chris Kouakounu icarəyə götürmək istəyir. Qurban Qurbanov da hal-hazırda onun performansından razı deyil, komandada qalmasındansa icarəyə verilməsini istəyir. Qeyd edim ki, 2027-ci ilin yayına qədər Qarabağ komandası ilə müqaviləsi var bu futbolçunun. Belə dəyərli dostlar, bu sizə çatdıracağım sonuncu xəbərdir. Siz nə düşünürsünüz? Galatasaray Juventus matçı bugün necə nəticələnəcək? Fikirlərinizi şərhlər bölümündə yazın. Sabah Qarabağ Newcastle matçı necə başa çatacaq? Bu barədə də fikirlərinizi şərhlər bölümündə, hesab təxminlərinizi şərhlər bölümündə yaza bilərsiniz. Görək kim hesabı doğru tutdura bilir. Növbəti videoda görüşmək ümidi ilə hələlik.